Videoya keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Ağ Evin türk tərcüməçisi, gizli qadın ləqəbli Olcay Kartarı Rəçid vəfat edib. Azərbaycan TV xəbər verir ki, bu barədə tərcüməçinin qardaşı, Professor Doktor Asker Kartarı açıqlama verib. Yarım əsr ərzində Rəçid iki ölkənin dövlət başçıları arasında strateji körpü rolunu oynayıb. O, George Bush dövründən bu günə qədər bütün vacib zirvə görüşlərində iştirak edib. Olcay Kartarı Rəçid onlarla ikitərəfli görüşdə iştirak edib. Məlumata görə, liderlərin sözləri onun sayəsində ünvanına çatıb. Kartarı Rəçid diplomatik dairələrdə gizli qadın kimi tanınıb. O, hər iki ölkənin dövlət sirlərini bilməsi ilə yanaşı, sir saxlaması ilə də tanınıb. Ağ Evdən başqa, o, Birləşmiş Millətlər Təşkilatı və Dünya Bankının görüşlərində iştirak edib. Azərbaycanda və dünyada olan ən son xəbərlərdən xəbərdar olmaq üçün Azərbaycan TV kanalına abunə ol və bəyən.